Listen to the passage and answer the questions from 1 to 4. A man named Randy looked for big and old trees. He made maps to show where these trees were. He didn't want to cut them down. He just wanted people to take care of them. Randy was told about a very tall tree on Vancouver Island. It was the tallest tree in Canada, 314 feet tall. Randy decided to find the tree, but the loggers found it first. They wanted to cut down Canada's tallest tree and all the trees around it. Randy made a path in the forest so that people could see the tall tree. The tree was so big and beautiful that it would fill them with love. More and more people wanted to save that forest. Thanks to these people, that forest is now a park. Canada's tallest tree is still there, but there are only a few old forests left in Canada. Many are still at risk of being cut down. Salam hər kəsə, dinləməni dinlədik. Dinləməyimizdə qeyd etdiyi kimi mətin Kanadanın ən uca ağacının haqqında idi və burada Randy haqqında danışılır. Randy bir kişi idi ki, hansı ki eşidir ki, Kanadada ən hündür ağac var. Onu hündürlüyünü də orada qeyd etdi və istəyir ki, onu hər kəs görsün və istəyir ki, onu tapsın, amma ağac kəsənlər ondan əvvəl tapdılar və eşitdi ki, onu kəsmək və onun ətrafındakı bütün hər şeyi kəsmək istəyirlər. Amma o sonra xəritə hazırladı və cığır hazırladı və istədi ki, bütün insanlar bunu görsün və ağac çox hündür idi və çox gözəl idi və bir çox insanlar gedib onu gördülər və orada ondan başqa da yaşlı köhnə ağaclar var idi və bu xoşbəxtlikdən ora hal-hazırda da var və ora park olmadı və çox bir neçə köhnə ağacları, meşələri qalıb amma. Və burada qeyd olunanlara baxsaq, birinci tapşırığımızı sualın doğru cavabını seçməliyik. Why did Candy make maps? Nə üçün Randy xəritə hazırlayırdı? Çünki o neyirdi? He wanted to show where Canada's biggest trees were located. O istəyirdi ki, Kanadanın ən böyük ağacı harada yerləşir. B variantıdır burada. Məsələn ki, A variantında deyir ki, onu ölçmək istəyirdi və yaxud da kəsənlərə onu kömək etmək istəyirdi. Tam tərsini idi, istəmirdi onlar onu kəssin və yaxud deyir ki, yaxşı iş tapmaqdan ötürü və yaxud E variantında isə düşərgəçilərə kömək etmək üçün istəyirdi. Xeyr. 2-də isə mətnə uyğun doğru tamamlayın. Randy made a path to the tallest tree in the Canada because he wanted. Randy Kanadadakı yəni hüncə ağac üçün cığır hazırlardı. Çünki o istəyirdi ki, to have more people to see it and more people to be filled with love for trees. Bir çox insanlara ağacı sevgilərini aşılamaq və yaxud onu çox görməsini üçün 2-3-cü cavab C variantı doğrudur. 4-də məsələn üçün asad tapsınlar onu, A variantında isə onu ağac kəsənlərə kömək etmək üçün. Xeyr, olar yanlışdır. 3-cü tapşırığımızda isə deyir ki, mətin nə haqqındadır və protecting old trees, qoca yaşlı ağacları qorumaq üçün idi. Bəli, A variantı ilə doğrudur. 4-cü tapşırığımızda isə true false tapşırıqlarımızdır ki, biz bilirik ki, true false tapşırıqlarımızda 4-ün də doğru yazdıqda tam bal alırıq, 3-ün doğru, 1-in səhv yazdığımızda yarı bal, 2 doğru, 2 səhv yazdığımızda isə ümumiyyətlə bal verilmir. Ona görə diqqətli olmalıyıq bu tapşırığı yazdıqda. Birincisində the loggers wanted to cut down Canada's tallest tree. Bəli, kəsmək istəyirdilər. Doğrudur, true. The loggers cut down Canada's tallest tree. Kəsdilər onu
İnsanların oraya gedib onu gördükdən sonra kəsə bilmədilər. False oldu bu. Üçüncüdə isə deyir, yalnız bir neçə deyir, yaşlı deyir, meşələrdir, tək edilmişdir. Əvvəli bu var idi, bu söz orada true'dur. Və dördüncüsü Randy found Candace tallest tree first. Birinci tapdı deyir Randy. Xeyr, əvvəl loggerslər, yəni az kəsənlər tapmışdı. Beşinci tapşırığımıza baxırıq. Short textlərdir. Planetary with a like never before to Shanghai, one of tiniest top tourist spots. 5 days, 4 nights, 5-star hotel, restaurants, air-conditioned buses, always on time, and travel meals provided. The weekly package costs $2,000 for 2 adults and 1 child below 12 years. Contact Magic Elegance, choose the correct variant. The notice. Plan deyir, heç vaxtdır əvvəl etmədiyi kimi plan deyir, bizimlə edindir Şanxaya. Çinindir top turist səyahəti 5 günlük, 4 axşamlıq, 5 ulduzlu otel, restoran, kondisionerli avtobuslar həmişə vaxtında və səyahətdə deyir, yeməklə təmin olunursuz və 2 böyük və 12 yaşdan aşağı uşağa $2,000 kontakta verib Magic Elegance'nə və doğru variantda deyir ki, qeyddə bax yenə. Nə idi? Offers to visit 5-star restaurant. Xeyr, kampaniyada 5 ulduzlu restoran yox, 5 ulduzlu oteldən söhbət gedirdi, baxın. B-də deyir, invite to a bus tour to China's top tourist spot. Avtobus səyahəti təşkil edirdi. A bus tour to China's. Düz orada avtobus yazır, amma burada China's top tourist sports deyirdi. Bu biraz səhvdir. Tam orada olsa da, yaxın olsa da bəziləri tam olduğu cəmdədir burada həmdə. C variantı isə offers a monthly deyildi, bu weekly-dir, baxın. Baxın, bir həftəlik idi, bu C-də səhvdir. D-də isə deyir, tourist travel with them free, pulsuz idi, xeyir ola, hardan pulsuz $2,000 idi. E variantında isə xüsusi paketlər təklif edirdi Şanxaya. Bəli, E variantı daha uyğun gəlir. 6-cı tapşırığımızda isə Dear Mary, I was very upset to hear about your accident. Fortunately, you weren't injured badly. I hope you will soon recover and return to your business life. Take care of yourself and get well very soon. All the best, Ferdi. Əziz Mary, mən deyir, çox məyus oldum deyir, bu hadisədə, sənin haqqındakı hadisə. Xoşbəxtlikdən sən deyir, çox pis deyir, yaralanmamısan və ümid edirəm ki, sən tezliklə deyir, ayağa qalxıb iş həyatına qayıdacaqsan və özü müğayət ol, tezliklə yaxşıla, sağal. Ən xoş arzularla Feydi. Burada nə deyir? Doğru variantı, what is the purpose? Mesajın deyir, məqsədi səbəbi nə idi? To wish to get well soon. Əlbəttə ki, onu yaxşı, sağolacaq deyirdi. A variantımız doğrudur. Digərlərinə də təxminə baxaq. Təşəkkür edirdi. B variantı deyir. To congratulate on wedding. Toy üçün. Təbrik göndərirdi. Cəmaət var eləyib, nə toy. Congratulate sözündən sonra həmişə on olur. Yadda saxlayaq. Bunu da lazım olur. Söz önü kimi. To invite to the konsertə dəvət edirdi və yaxud dost olurdu. Xeyr, elə A variantı doğrudur. 7-ci tapşırığımıza baxırıq. A black Labrador dog has been missed from Central Park area since 15th May. 2-year-old male, tail with white teeth, very friendly, brown eyes and long black hair. Find will be rewarded. Please contact Fred at 555. Qara Labrador itidir. Mərkəzi parkda deyir, 15 maydan bəri deyir. İtmişdir, 12 yaşlı erkəkdir, quyruğunda ağ ləkə var, mehribandır, çox mehribandır, qəhvə gözləri, uzun qara saçları, tapan deyir, mükafatlandırılacaq. Zəhmət olmasa Feridlə əlaqə saxlayın, 5. Mətninə uyğun yanlış cavab seçirik. Fred wants to find his Labrador dog. Ferid deyir, istəyirdi özü üçün tapsın. Bəli, Ferid wants to bir vardı. Ferid özü istəmirdi ki, mükafatlanır. Ferid istəyir kimsə mükafatlanırsın. Bir səhvdir.
Fred has lost his pet dog. Bəli, itini itirmişdi. Fred has lost his pet in Central Park. Mərkəzi parkda itirmişdi. Bəli, Fred promises to reward to find of his bird. İtini tapandan mükafat verəcək. E variantı da doğrudur. Yanlış elə B variantıdır. Keçdik növbəti tam mətnə. Böyük mətnimizdə baxırıq ki, David Copperfield haqqındadır. Charles Dickens yazıb. Demək olar ki, mətn əsərdir. Müəllifindir, öz həyat təcrübələri ilə tamamilə modelləşdirilmişdir və hekayədir, onu David Copperfield'in doğulmağı ilə başlayır. Onun 6 aylıq doğulub atasının ölümündən sonra. Daviddir, anası və onun dayəsi Peggy ilə ona xoşbəxt uşaqlıq yaşayıblar, veriblər. Hər şeydir, anasının qəddar Murchisonla evlənəndən sonra başladı. O tez-tez Davidi döyürdü, onu oğlanlar üçün olardır. Məktəbə göndərir. Daha sonra orada James və Tommy ilə dostlaşır. Onun anası öldükdən sonra David fabrikdə işləmir. Londonda fabrikdə işləyir. Orada kasıblıq və çətinliklərlə üzləşir. Davidin həyatı yalnız fabriki tərk etdikdən sonra yaxşılaşır. Daha yaxşılaşır. Betty xalası və yaxud bibisi Betty onu götürür oradan. Daha sonra o təşrif edir ki, onun uşaqlıq dostu Agnes onun əsas güc mənbəyi olub, onu dəstəkləyib və onunla evlənir və onlar bir neçə uşaqları olur. David uğurlar qazanır, yazar olur və ailəsini rahatlıqla təmin edir. Belə. Bu kitab məsləhətə görərdim. Uşaqlar üçün olan versiyasını oxuya bilərsiniz böyüklər də. 8-ci tapşırığımızda doğru variantı seçirik. David Copperfield faced hardship when he worked in factory in London. Bəli, çətinliklə üzləşib, bir doğrudur. Before Mr. Mustard appeared in the farm, David had lived in poverty and harsh conditions. Xeyr, ondan əvvəl bu kişinin ona həyatına gələndən sonra, peyda olandan sonra bunların həyatı pis olur. Tam əksidir. Burada before yox, after olmalıydı. Ona görə bu səhvdir. 2-ni götürmürük. A variantı, B variantı getdi. Bir doğruydu deyə, ya bu C-dir, ya E. David Copperfield became a successful businessman while working in a factory. Fabrikdə işləyəndə o məşhur biznesmen oldu. Xeyr, 3 səhvdir. Ona görə elə D-nə nə də getdi, qaldı 1-4C variantı. Charles Dickens drew this novel from his own life experience. Bəlidir, bunu öz həyatına uyğun şəkilləndirmişdir. Doğrudur. Mətin nə haqdadır 9-da? The plot of the most famous novel. Məşhur novelin süjet haqqındadır. Bəli, A variant doğrudur. B-də Copperfield'in ailəsi, nə bilim, C-də onun evlənməsi, D-də onun məktəbdə, oğlan məktəbində olması, nə bilim, daha sonra E variant həppy uşaqlıq, xoşbəxt uşaqlıq, hardaydı onun uşaqlığı xoşbəxt olsun. Üzr sayın, ekran deyəsən görükməyib. 9-a bir də baxaq. Bəli, mətin nə haqdadır? A variantı doğrudur. The plot of the most famous novel. Digərlərində oxudum. 10-cu tapşırığımızda isə nədir? Doğru cavabı tapırıq. When did David's life become better? Daha yaxşı nə vaxt oldu onun həyatı? Əlbəttə ki, onun fabriki tərk etdikdən sonra after leaving the factory in London. D variantı doğrudur. A variantında anasının evliliyindən sonra, B variantında Mr. Murchison'un peyda olmasından sonra, C-də fabrikdə işləməyə başladıqdan sonra və yaxud E variantında məktəbdə oxuyarkən, xeyr, bunlarda hamısında onun həyatı daha da pis olmuşdur. Ona görə D variantı doğrudur. 11-ci tapşırığımıza baxırıq. 11-ci tapşırığımızda isə deyir ki, when David's mother married Mr. Murchison, nə vaxt deyir, Mr. Murchison'la da evləndi. David yazığın həyatı nə oldu? Çox pis dəyişdi. Their life became horrible, dəhşətli oldu, bir doğrudur. David's life changed for better, daha yaxşılığa doğru, xeyr, tam worse oldu, the worse oldu. Everything in their life changed, hər şey dəyişdi, 3 də doğrudur, 1-3, elə B variantı doğrudur. Everything remaining unchanged, dəyişməyini xatırlanırdı, xeyr. Ona görə 1-3 doğrudur, B variantı. 12-ci tapşırığımızda isə false, yanlış olanı seçirik. When David Copperfield was 13 years old, he was living in a
David was raised by his stepfather who gave him a happy childhood. Öz atası ilə çox xoşbəxtdir. Hansı ki, ona da xoşbəxt uşaqlıq vermişdir. Deyir, ona böyüyüb, xeyr. Bu yanlışdır, elə biri götürürük. 2. After his mother's marriage, David former life disappeared for her. Rahat həyatıdır, dəyişibdir anası öldükdən sonra. Bəli, bu doğrudur, ona görə götürmürük. 3. Mr. Master never mistreated David. Mustard heç vaxtdır pis davranmıb. Murdstone. Xeyr, elə onu döyürdü. O da bu da səhvdir. 1-3-ü götürürük. The novel ends on hopeful note. Ümidli notlarla bitir. Bəli. Orada axırda deyir, daha rahat həyat yaşayırlar. Deməli, 1 və 3 yanlışdır burada. 1, 3. Növbəti tapşırıqlarımız qrammatikadır. Burada nəyə baxırıq? Baxırıq ki, flowers cəmdədir və burada da cəmdə olduğuna görə işarə əvəzlikləridir. These, bunlar, those, onlar, this, bu, that da o deməkdir. C, D, E. Avtomatik səhvdir, çünki təkdə işləniblər. Flowers cəmdədir. A ilə B arasında qaldısa, ikinci cümləmizə baxırıq ki, deyir, I picked in the field. Mən onları sahədən, çöldən deyir, yığdım, dərdim. Ona görə nə olar? Onlara zim olar. Z-dən sonra xəbər gəlir adətən. Söz önünə işlənən obyekt əvəzliklər. A variantı doğrudur. These flowers are for you. Bu çiçəklər sənin üçündür. Mən onları sahədən də çöldən dərmişəm. A variantı doğrudur. 14-də isə Ferid is an English teacher. He explains all the themes to his students very clearly. Ferid deyir, ingilis dil müəllimdir. O bütün temaları uşaqlarına çox aydın izah edir. Ona görə B variantı doğrudur. Tema sözü cəmdədir deyə artikl olanlar ikinci hissəsində A, E, C ilə avtomatik. Buna görə səhv edirik. B variantı ilə D variantında da qarşısına qalanda bir müəllimlə danışdığına görə elə an English teacher ola bilər. Çünki English sözü saitlə başlanıb. B. 15-də isə doğru variantı seçirik. Sual cümlələri. Xüsusi sual cümlələri necə olur? Xüsusi sual sözü, köməkçi feillər, mübtəda, xəbər, təyin, tamamlıq, yer zərfi, zaman zərfi bu formatda irəliləyirik. Elə A variantına baxıram ki, burada mən doğrudur. What did you say to your brother? Xüsusi sual, köməkçi feil, mübtəda və xəbər. Digərlərini heç demirəm. Bu sxemi yadda saxlayın. Xüsusi sual, köməkçi feillər, mübtəda və xəbər. Aydındırmı? Bunu yadda saxlayırıq. B-də məsələn üçün baxırsınız ki, did var. Həm də said, kökdən dəyişən sözü keçmiş zamanda saxlayıb. Olmaz, did olanda feillər sadə olur. C variantında isə yerləri dəyişib, mübtəda sonra köməkçi feildir. D variantı da yenə eyni formatda, hətta said-i də keçmiş zamanda saxlayıb. E variantında isə diddən sonra mübtəda yox, xəbər verib, ona görə 7 səhvdir. A variantı doğrudur. 16-cı tapşırığımıza baxırıq. Söz önləridir. Biz yadda saxlamalıyıq ki, good-dan sonra good, bad, excellent sözləri söz önü olaraq ətlə işlənir. C variantı. Bunu yadda saxlayaq. 17-ci isə everyman təyin əvəzliyidir. Everydən sonra biz bilirik ki, xəbər həmişə təkdə olur. Burada da tək xəbərlər həmişə S-lə olur. Ona görə 2, 4. Likes, doesn't, S hərfi bunlardadır ki, uşaqlar. O dəqiqə onlar götürür. 2, 4. D variantı doğrudur. 18-ci tapşırığımıza baxırıq. Müqayisə dərəcəsi olmalıdır. Çünki them var cümlədə. Tək hecalı sözlərdə erlə qutarır. Müqayisə dərəcəsində A variantı doğrudur. B ilə C adi dərəcədir. D variantında bir söz 2 dənə müqayisə dərəcəsi artırıb. Bir söz 2 dənə müqayisə dərəcəsi şəkilçisi nətər qəbul edir? Olmaz, D də yanlışdır. E üstünlük dərəcəsidir. Həm də ki, burada Z sin nest olmalıydı. Ümumiyyətlə elə yanlış variantdır. Zən olanda da üstünlük yox, müqayisə olduğuna görə A variantını düz yazırıq. 19-cu tapşırığımıza baxırıq. If bağlayıcısı var. Bağlayıcılar if, ümumiyyətlə when, if bu bağlayıcılar as soon as long as, till, until bu bağlayıcılar adətən indiki qeyri-müəyyən və gələcək qeyri-müəyyən zamanla future simple-la, past present simple-la daha çox uzlaşırlar. If-dən sonra heç vaxt gələcək zaman gəlmir. Gələcək zaman həmişə öndə olur ondan. Ona görə
will burada öndə verilib. Demək, hansı zaman olmalıdır? He də üçüncü şəxs olduğuna görə s-lə təkdə işlənməlidir feilimiz. O da E variantıdır. Hears. Mike will call me if he hears any news. Mike demək, zəng gələcək nəsə bir xəbər eşidəndə. E variantı 20-ci tapşırığımıza baxaqsa, definitionlardır. Söz öyrənilməmişər. Definitionlarında, izahını da öyrənin. Population, waste və destruction, əhali, tullamaq, sibil, destruction, dağıtmaq. Population, all the people, yəni əhalisi people olan varianta baxmalıyıq. 1C-dir. 2-yə waste, tullamaq, ehtiyac olmayaq, atmaq, körlanmış material atmaq. O da A variantıdır. 3-də isə B-dir. B, the act of the destroy something, nəsə dağıtmaq. O da 3B-dir. Destruction olur. A variantı doğrudur. Sonra 21-ci isə nədir? Təyin edicilərdir. Baxırıq ki, chance sözünə baxırıq əvvəl və burada bata baxırıq. Niyə batadır baxmalıyıq? Çünki bat olan cümlənin bir hissəsi həmişə bizə təsdiq edir. İkinci hissəsi o birinci hissədəki sözü inkar verir. Bu da nədir? Burada deyir ki, I have got chance to find a job, but Nick has got worried and he feels sad. Mənim deyir, şansım var iş tapmağa, amma deyir, onun çox, yəni ki, az şansı var ki, o çox özünü pis hiss edir. Ona görə buna baxmış oluruq və məsələn üçün bir də nümunə deyim ki, məsələn deyirsən ki, mən almanı çox xoşlayıram, amma armud xoşlamam. Yəni bir-birinə zid fikirləri batla veririk. Ona görə burada bizim A variantı less müqayisə dərəcəsidir. Bizim cümlədə müqayisə dərəcəsi yoxdur. Həm də less sayıla bilməyən isimlə işlənir. A variantı ona chance sözü cəmdədir ki, sayılır ki, cəmdədir də. Ona görə A səhvdir. B variantı a lot of hissəsi düzdür, amma little hissəsi səhvdir. Çünki burada əgər bu sayıla bilən isimsiz chance, onu ikinci dəfə verdikdə, isimsiz verdikdə biz onu little-la yox, few-la işlətməliydik. C variantı bəli, doğrudur. Mənə cəhətdən biz bilirik ki, few müsbət, pozitiv məna verir. Few isə artiklsız olanı negativ məna verir. C variantı doğrudur. Bayaq dedim ki, mənim bir az şansım var, amma Nick'in çox az şansı var. Ona görə C variantı doğrudur. D də yanlışdır. Bir match sayıla bilməyən işlənir. Few və daha az deyirsə, veridən sonra heç vaxt müqayisə dərəcəsi gəlmir. Veridən sonra yadınızda qalsın, adi dərəcə işlənir. E variantı da yenə eynidir. Mo ikinci tərəfinə müqayisə dərəcəsi işlənib. Ona görə D ilə E ümumiyyətlə səhvdir. Aydındırmı? 22-ci baxırıq ki, altına xətt çəkilmiş sözün sinonimi tapırıq. In future school leavers can realize the challenge. Məktəbi tərk edənlərdir, öz talantlarındır. Tərk edəcəklər, anlayacaqlar. Məktəbi tərk edənlər kimdir? Graduatesdir, Y variantıdır. Owners şəxsdir, housewives evdar qadınlardır, farmers fermerlərdir, teachersdir, müəllimlərdir. Y variantı doğru. 23-cü tapşırığımız isə burada nədir? Vergüllə ayrılıb, ona görə yaxınlaşdırıram. Vergüllə ayrılıbsa, deməli bir tərəf təsdiqsə, o bir tərəf inkarı verəcək. Hədində sual inkarı didlə olur. Elə A variantı doğrudur, but Mike didn't. B-də and var, and inkarı da olmur. C-də hadn't-la vermək olmaz. D-nə, D təsdiq də olmaz. E-də də was yox, bizə did lazım idi. Ona görə formada işlətdik. 24-cü tapşırığımıza baxırıq isə burada make sözündən sonra işlənməsidir. Sılsız işlənir və zamana görə dəyişmir. O da hansı variantdadır? A variantındadır. Please don't make him to do what he doesn't want to do. Demək olmasa deyir onu məcbur etmək ilə ki, istəmədiyi şey etsin. Make sözünü bilirsiniz ki, məcbur etmək mənası özündən sonra məstər sözsüz işlədilə bilir. Private özəl, gizli deməkdir. Onun opposite əks mənası isə public olar, common olar, ümumi olar. Creative yaradıcı, secondary ikinci, international isə beynəlxalq deməkdir. Burada oldu nə? 2, 4. Əlbəttə tapşırığımız şəkil üzrə işdir. Ən az 35 söz yazmalıyıq. Və burada da nə deyir ki? One day, mother and his son Tom decided to make a cake, and mother
started to fix egg and sugar, and Tom helped to his mother. He added flour, and when it finished, mixed all the cake, and they put it on the oven. After baked it, they started decorated the cake, and the cake was very delicious and beautiful. Nəsə bu formada yaza bilərik. Elə bu qədər. Təşəkkürlər.